Salam əziz YouTube kanalımın izləyiciləri. Mən Lor Estetik Cərrah Dr. Nigar Dadaşovayam. Kanalıma xoş gəlmisiniz. Bugün çox danışılan bir mövzudan bəhs edəcəyik. Burnu həddindən artıq kiçiltmək niyə təhlükəli ola bilər? Bir çox insanlar düşünür ki, burun nə qədər kiçik olsa, bir o qədər estetik görünür. Amma rinoplastikanın məqsədi burnu mümkün qədər kiçiltmək deyil. Onu üzünüzə uyğun və funksional şəkildə formalaşdırmaqdır. Unutmayaq ki, burun sadəcə üzümüzün bir hissəsi deyil, eyni zamanda nəfəs aldığımız ən vacib orqanlardan biridir. Əgər burun həddindən artıq kiçildilərsə, hava yolları darala bilər və bu da nəfəs almaqda çətinlik yarada bilər. Xüsusilə fiziki aktivlik zamanı və ya gecə yatarkən bu problem daha çox hiss olunur. Digər vacib məqam isə üz proporsiyasıdır. Hər üzün öz anatomiyası var. Çox kiçik burun hər insana yaraşmır. Əksinə, üzün təbii harmoniyasını pozub və süni görünüş yarada bilər. Müasir rinoplastikada əsas məqsəd yalnız estetik nəticə əldə etmək deyil. Burnun daxili dayaq strukturlarını qorumaq, nəfəs alma funksiyasını saxlamaq və uzun müddətli təbii nəticə əldə etmək daha vacibdir. Ona görə də konsultasiya zamanı mən pasientlərimə həmişə deyirəm ki, ən gözəl burun ən kiçik burun deyil. Ən gözəl burun üzünüzə yaraşan və sağlam şəkildə funksiyasını yerinə yetirən burundur. Əgər həkim sizə burnunuzu daha çox kiçildə bilmirəm deyirsə, bilin ki, bu çox vaxt estetikadan yox, sağlamlığınızı qorumaq istədiyindən irəli gəlir. Ümid edirəm ki, bu məlumatlar burun estetikası ilə bağlı bəzi yanlış fikirlərə aydınlıq gətirdi. Əgər videomuz sizin üçün faydalı oldusa, videonu bəyənməyi, kanalıma abunə olmağı unutmayın.